Salam, hər vaxtınız xeyir olsun. Hörmətli imtahana hazırlaşan müəllimlər, müdavimlər və abituriyentlər. Bütün imtahanlarda istifadə edilən bir mövzu haqqında danışacağım sizə. ETI və dünya iqtisadiyyatı. Təsərrüfatın sektorları haqqında məlumat qeyd edəcəyik. Bu mövzu demək olar ki, bütün imtahanlarda istifadə edilir. Nisbətən çətin anlaşılır. Birinci görə ETI sözünün açılışı nədir? Nə deməkdir ETI? ETI elmi texniki inqilab mənasındadır. İnqilab sıçrayış mənasındadır. Yəni elm və texnologiyanın sürətli inkişafı mənasına gəlir ETI sözü. Və ETI ilk dəfə hərbi sahədə tətbiq edildiyi üçün əvvəllər onu hərbi texniki inqilab adlandırırdılar. Sonradan isə bu robotların, yəni mikroprosesorların, robotların istehsalı ilə əlaqədar olaraq mikroelektronika inqilabı adlandırılmağa başladı. ETI-nin, yəni elmi texniki inqilabın müasir səciyyəvi xüsusiyyətləri var. Bunları bilmək lazımdır, imtahana düşür. Bunların mənasını da, açılışını da bilmək lazımdır. Birinci, əhatəlilik və universallıq. Əhatəlilik və universallıq odur ki, ETI hər tərəfli olmalıdır, hər şeyi əhatə etməlidir. Məsələn, insanların məişətinə, mədəniyyətinə, hətta psixologiyasına belə nüfuz etməlidir. Və bu gün də həqiqətən də texnika və texnologiya bizim həyatımıza, məişətimizə, psixologiyamıza nüfuz edir. Telefonsuz bir saat ayrı qala bilirikmi? Yəni, bax, bu da sualımızın cavabıdır. Elmi texniki tərəqqinin sürətlənməsi. Bu da bura aiddir. Çünki müasir dövrdə müəyyən bir elmi kəşflə onun istehsalda tətbiq edilməsi daha qısa müddət olmalıdır. Məsələn, bax, burada qeyd edilir ki, ilk fotoaparatın kəşfindən istehsalına qədər 102 il ötmüşdür. Radionun kəşfindən istehsalına qədər 30 ilə qədər vaxt ötmüşdür. Amma burada deyir ki, ETI-nin elmi texnik tərəqqinin sürətlənməsi onu deyir ki, yəni istehsal arasında, kəşf ilə istehsal arasında vaxt qısa olmalıdır. Yəni bu gün kəşf olundusa, Lorentz desək, sabah bu artıq istehsal olunmalıdır. Sonra, bunun üçün də texnopolis və texnoparklar yaradılmışdır. İnsanların zehni və intellektual əməyinə tələbat artır. Əvvəllər, məsələn, hər dövrün öz tələbi olub da. Məsələn, 13-14-cü əsrlərdə yaxşı qılınc oynatmaq dəbidir. Yaxşı, yəni insanlara olan tələbat idi. Yaxşı qılınc oynadana yaxşı tələb var idi. Ötən əsrdə, məsələn, yaxşı əl qabiliyyəti olana daha çox tələb var idi. Yaxşı bənalara da düzdür, bu gün də var. Amma bu gün ən çox tələb nədir? İnsanların zehni, intellektual əməyinə tələbat daha çoxdur. Elmin dərininə inkişafı. Elm artıq hüceyrələrə, yerin dərinliklərinə, hətta kosmosa belə nüfuz edir. Deməli, gəlin ümumiləşdirək, ETI-nin səciyyəvi xüsusiyyətləri, daha doğrusu səciyyəvi əlamətləri və yaxud da xüsusiyyətləri hansılardır? Əhatəlilik və ya universallıq, elmi texnik tərəqqinin sürətlənməsi, insanların zehni və intellektual əməyinə tələbatın artması, elmin dərininə inkişafı. Bax, bu ETI-nin səciyyəvi əlamətləridir. Səciyyəvi əlamətləri, bir də var ETI-nin tərkibi. ETI-nin tərkibi elm, texnika və texnologiya, istehsal və idarə etmə. Bəzən imtahana düşür ki, uyğunluğu müəyyən edin. ETI-nin tərkib hissəsi, ETI-nin səciyyəvi xüsusiyyətləri. Bəs bunlar necə yadda saxlayaq ki, hansı ETI-nin səciyyəvi xüsusiyyətidir, hansı ETI-nin tərkib hissəsidir? Yadda saxlamaq lazımdır ki, qısa olanlar ETI-nin tərkib hissəsidir. Məsələn, elm bir sözdən ibarətdir, texnika, texnologiya iki sözdən ibarətdir, istehsal bir söz, idarə etmə bir sözdən ibarətdirsə, bu onun tərkib hissəsidir. Amma bura baxın, cümlə olaraq, yəni daha uzundursa, o zaman o ETI-nin səciyyəvi əlamətləridir. Əhatəlilik və universallıq, elmi texnik tərəqqinin sürətlənməsi, insanların zehni və intellektual əməyinə tələbatın artması, elmin dərininə inkişafı, bunlar isə ETI-nin müasir səciyyəvi əlamətləridir. Texnopolis və texnoparklar qeyd etdik ki, elmi mərkəzlərdir. Bunların da öz növbəsində fərqləri var. Texnopolislər innovasiya texnologiyaların işlərinin hazırlanması üçün elm tutumlu sahələrin inkişafı və elmi
kadrların hazırlanması məqsədilə yaradılmış bir şəhərcikdir, mərkəzlərdir və bunlar peyk şəhərcik rolunu oynayır deyilir. Texnoparklar isə böyük universitet və laboratoriyalar ətrafında birləşən elm tutumlu şirkətlərin aglomerasiyasıdır. Fərqə baxaq. Texnopolis, polis şəhər deməkdir. Məsələn, megalopolis sözündən, oradakı polis sözü şəhərdir. Texnopolis peyk şəhərcikdir. Elm və sənaye mərkəzlərinin ətrafında salınan peyk şəhərcik. Amma texnopark nədir? Universitetlər və laboratoriyalar ətrafında formalaşan şirkətlərin aglomerasiyasıdır. Dünyanın ən məşhur elmi şəhərcikləri, texnoparkları bunlardır. Üçü ABŞ-dadır. Silikon vadisi Kaliforniya ştatındadır. Comnix Tədqiqatlar Parkı Cənub hissədədir. Purdue Tədqiqatlar Parkı göllər ətrafı Chicago'da olacaq. Chips'də daha doğrusu. Yəni megalopolisində. Technium, Cambridge, Netpark Böyük Britaniyadadır. Sofia Antipolisi Fransada. Otaniemi Finlandiyadadır. Z-Park Çində. Kansai elmi şəhəri deməli Yaponiyadadır. Buradan da belə bir nəticəyə gəldik ki, texnoparklar yalnız inkişaf etmiş ölkələr üçün xarakterik deyil. Həm də inkişaf etməkdə olan ölkə Çin, yəni texnoparka görə fərqlənir. Müasir dövrdə elmə ayrılan innovasiyalara görə, elmi təcrübə konstruktor işlərinə ayrılan investisiyaya görə bəzi ölkələr fərqlənir. ABŞ, Yaponiya, Qərbi Avropada xüsusən də Almaniya fərqlənir. İsrail, inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan Çin və Hindistan ölkələri, yəni elmi təcrübə konstruktor işlərinə ayrılan investisiyalara görə fərqlənir. Daha çox investisiya ayrılır. Ölkələrdə texnika və texnologiya iki cür inkişaf edə bilər. Bir, sürətli, bayaq dediyimiz kimi kəşf olunur, kəşf olunandan qısa müddət sonra tətbiq olunur. Bu adlanır inqilab yolu ilə inkişaf. Bir də var ki, uzun müddət sonra tədricən, yavaş-yavaş gəlib bura çatır. Məsələn, bir deyim var, məsələn, Avropada müəyyən bir texnologiya çıxır, istifadə olunur, ondan 3 il sonra, 5 il sonra, 10 il sonra, bəzən 15 il sonra Azərbaycana gəlir. Bax, bu da eyni məsələdir. İnkişaf etmiş ölkələrdə elm və texnika, texnologiya sürətli yolla, yəni inqilab yolu ilə inkişaf edir. Bu hansı ölkələr üçün səciyyəvidir? İnqilab yolu inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Texnika və texnologiyanın təkamül yolu ilə, təkamül yəni yavaş-yavaş, tədricən. Bu isə inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. Məsələn, sizə sual düşə bilər ki, uyğunluğu müəyyən edin. Texnika və texnologiyanın təkamül yolu ilə inkişaf etmiş ölkələr, texnika və texnologiya inqilab yolu ilə inkişaf etmiş ölkələri seçin. Siz təkamül yolu ilə inkişaf etməkdə olan ölkələri seçəcəksiniz, inqilab yolu ilə isə inkişaf etmiş ölkələri seçəcəksiniz. Sonra biz qeyd etdik ki, idarə etmə, məsələn, avtomatlaşdırılmış idarə etmə sistemləri, bu da ETİ-nin əsas tərkib hissədir. Sonra QMO-dur ki, QMO məhsullarının yayılma arealı göstərilmişdir bu xəritədə. Bu da təbii ki, ETİ-ilə bağlıdır, elmi texniki texnologiyanın inkişafı ilə bağlıdır. Təsərrüfatın sahəvi quruluşu, ETİ dövründə əsasən təsərrüfatı biz 4 sektora bölürük, təsərrüfatın sahəvi quruluşu. Birinci sektor, faydalı qazıntıların hasilatı, yəni oradan çıxarılması və kənd təsərrüfatı, meşə tədarükü aiddir. Bu da inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. İkinci sektor elmal sənayesidir. Yəni, oradan biz faydalı qazıntını təbiətdən çıxartdıq, onu emal edirik. Emal sənayesinə aiddir. Energetika, maşın qayırma, metallurgiya, kimya, meşə, yüngül və yeni sənayeləri. Bunlar hamısı deməli ikinci sektora aiddir. Bu birinci və ikinci sektor inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. Bir daha deyək, birinci sektor faydalı qazıntıların çıxarılması, meşə tədarükü, kənd təsərrüfatı aiddir. İkinci sektor emal sənayesidir. Bura energetika, maşın qayırma, metallurgiya, kimya sənayesi, yüngül sənaye və s. aiddir. Üçüncü sektor xidmət sahələrini əhatə edir. Ticarət, nəqliyyat, rabitə, bank xidmətləri, təhsil və s. bura aiddir. Bu da inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Dördüncü sektor isə informasiyadır. Bilirsiniz ki, müasir dövr informasiya dövrüdür. Yəni, informasiya üzərində gedən bütün proseslər dördüncü sektora aiddir.
Üçüncü, dördüncü sektor isə inkişaf etmiş ölkələr üçün xarakterlikdir. İndi burada bir şey var. Təbii ki, inkişaf etmiş ölkələrdə birinci sektor və ikinci sektor var, amma zəif inkişaf edir. Təbii ki, inkişaf etməkdə olan ölkələrdə üçüncü, dördüncü sektor var, lakin zəif inkişaf edir. Bizə sual belə düşə bilər ki, hansı ölkələrdə birinci və ikinci sektor yüksək inkişaf edir, digər sektorlar zəifdir. Siz inkişaf etməkdə olan ölkələri götürəcəksiniz. Hansı ölkələrdə üçüncü, dördüncü sektor digər sektorlara nisbətən zəif, güclü inkişaf edib, o zaman inkişaf etmiş ölkələri götürəcəksiniz. Ki, burada inkişaf etmiş ölkələr üçün xarakterlikdir üçüncü, dördüncü sektorlar. Və işçi qüvvəsi də maraq atır ki, birinci, ikinci sektordan hara qaçsın, üçüncü, dördüncü sektora. Çünki üçüncü, dördüncü sektorda iş rahatdır, həm də iş rahatdır, həmçinin də burada deməli daha çox gəlir əldə etmək mümkündür. Daha çox gəlir üçüncü, dördüncü sektorlarda. Ona görə də işçi qüvvəsi də birinci, ikinci sektordan üçüncü, dördüncü sektora maraq göstərir, istiqamətlənir. Amma dünyada fəal əhalinin əsas hissəsi birinci və ikinci sektorlarda çalışır, yəni sənaye sahələrində çalışır. Amma pay olaraq dünya iqtisadiyyatında, təbii ki, inkişaf etmiş ölkələr üçün də belədir ki, yəni dünya iqtisadiyyatında üçüncü və dördüncü sektorun payı daha çoxdur. Bu bizim təsərrüfatın sahə quruluşuydu, ərazi quruluşuydu, sahəvi quruluşuydu təsərrüfatın. Bir də var təsərrüfatın deməli ərazi quruluşu. Təsərrüfatın ərazi quruluşu polisentrik və monosentrik olur. Biz öncə onu qeyd edək ki, ölkələr təsərrüfatın sahəvi quruluşuna görə 3 mərhələdən keçmiş hesab edilir. Aqrar, yəni kənd təsərrüfatı mərhələsində olan ölkələr, sonra sənaye mərhələsi inkişaf edir, emal sənayesi, sonra isə post sənayenin sənayedən sonraki mərhələ. Bax, bugün aqrar və sənaye sahələrində inkişaf etməkdə olan ölkələr üçün xarakterlikdir. Post sənaye isə inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Artıq bunlar post, yəni keçmiş deməkdir. Sənaye keçmişdir artıq burada. Sənayeden sonraki mərhələdir. İnkişaf etmiş ölkələr üçün xarakterlikdir. Ölkələrdə monokultur təsərrüfat var. Bu aqrar ölkələr üçün xarakterlikdir. Mono sözü biz monarxiya sözündən də yadımızda saxlamışıq ki, mono sözü tək deməkdir. Kultur təsərrüfatdır. Yəni tək təsərrüfat. Ölkədə iqtisadiyyatda ölkə iqtisadiyyatında yalnız bir və ya bir neçə kənd təsərrüfatı məhsulu təşkil edilir. Bu da monokultur ölkələr deyilir. Bu da Latın Amerikasının, Asiyanın və Afrikanın nisbətən geri qalmış ölkələr üçün xarakterlikdir. Və belə ölkələr aqrar quruluşa malik ölkələrdir. Bax, burada da qeyd edilir, işçi qüvvəsinin maddi istehsal sektorundan xidmət sektoruna axını baş verir və dünyada xidmət sektorunun payı, dünya təsərrüfatında xidmət sektorunun payı çoxalıb. Bəli, pay çoxalıb, amma hal-hazırda işçi qüvvəsi harada daha çoxdur? Təbii ki, sənayedə işləyənlərin sayı daha çoxdur. Təsərrüfatın ərazi quruluşuna görə biz o dövlətləri iki yerə bölürük. Monosentrik və polisentrik. Polisentrik çox mərkəzlidir. Polisentrik. Bu Almaniyanın xəritəsidir. Fikir verin. Diqqətli yadda saxlayın ki, ola bilsin ki, xəritə kontur xəritə formasında düşə bilər sizə. Bu isə Türkmenistanın xəritəsidir. Türkmenistanda isə monosentrik olacaq. Monosentrik. Monosentrikdə 1 və ya 2-3 mərkəz olur, amma polisentrikdə mərkəz çox olur. Poli çoxlu deməkdir, mono tək deməkdir. Və ölkənin inkişaf etmiş ölkələr üçün xarakterlikdir, əsasən polisentrik. Amma bəzi inkişaf etməkdə olan ölkələrimiz də var ki, onlar üçün də xarakterlikdir. Məsələn, Çin, Hindistan və Rusiya. Bunlar inkişaf etməkdə olan ölkə olsalar da polisentrik təsərrüfatın quruluşuna malikdir. Danimarka isə Danimarka inkişaf etmiş ölkə olsa da monosentrik quruluşa malikdir. Monosentrikdə yenə qeyd edirik, təmərküzləşmə baş verir. Təsərrüfat müəyyən bir iri şəhərlərdə, əsasən paytaxt və yaxud da liman şəhərlərində
sənaye inkişaf edir, böyüyür. Digər regionlar isə geri qalır. Amma polisentrikdə mərkəz çox olur. Bunların hər ikisinə ortaq cəhət ondan ibarətdir ki, iri sənaye mərkəzləri limanlara meyillidir. Birində, yəni inkişaf etmiş ölkələrdə idxal məhsullarına görə limana meyillidir. İnkişaf etməkdə olan ölkələrdə isə ixrac məhsullarına görə sənaye əsasən hara meyillidir? Liman şəhərlərinə meyillidir deyəcəksiniz. Polisentrik quruluşa malik olan ölkələrdə iqtisadi rayonların 4 tipi olur. Bunlara aşağıdakılara aiddir. Yüksək inkişaf etmiş rayonlar, köhnə tənəzzülə uğramış rayonlar, aqrar və yeni mənimsənilən rayonlar. Yüksək inkişaf etmiş rayonlara elm tutumlu sahələr aid edilir və bura ABŞ-ın Kaliforniya, New York, İtaliyanın şimalı, Paris, London və Almaniyanın cənubu aid edilir. Köhnə tənəzzülə uğramış rayon isə vaxtı ikən sənaye burada yüksək inkişaf edib, amma hal-hazırda köhnə sənaye sahələri üstünlük təşkil edir. Burada aiddir, məsələn, daş kömür, dəmir filiz yetarları, ABŞ-da Appalaz, Almaniyada Saar, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Ural və Volqa boyu ərazilər xarakterlikdir. Aqrar isə kənd təsərrüfatı rayonlarıdır, kənd təsərrüfatının üstünlük təşkil etdiyi ərazilərdir. İtaliyanın cənubu, Fransanın qərbi, İspaniyanın mərkəzi hissələri aiddir. Bu da bütün qəbullara düşüb, DİMə-də düşüb, MİQə-də düşə bilər, sertifikasiyada düşə bilər. Yeni mənimsənilən rayonlar ekstremal şəraitə malik ərazilərdir və bu ərazilər texnika və texnologiyanın inkişafı nəticəsində sürətlə mənimsənilir. Bura ABŞ-da Alyaska, sonra Qrirlandiya, Avstraliyanın səhra rayonları, Rusiyanın Sibir regionu aid edilir. Sonra avangard üçlük deyilən bir şey var. Elmi texniki tərəqqinin inkişafı dövründə, yəni ETI dövründə bu sahələr çox sürətli inkişaf edir. Digər sahələrdən daha sürətli inkişaf etdiyinə görə bunlara avangard üçlük deyirik və avangard üçlüyə daxildir maşın qayırma, elektroenergetika, kimya sənayesi aiddir. Gələk birinci bu sahələrdən başlayaq elə elektroenergetika sahəsində. Biz energetika sahəsini iki yerə bölürük, yanacaq və elektroenergetika. Mütləq şəkildə bunların istilik əmsalını əzbər bilməliyik. Neftin əmsalı 1,5-dir, qazın əmsalı 1,4-dür, daş kömürdə 1-dir, torfda 0,5-dir, quru odunda 0,4-dür, şistdə isə 0,3-dür. Bunları əzbər bilmək lazımdır və təbii ki, bir-birinə keçidin də qısa yolu var. Məsələn, müəssisə 30 ton daş kömür istifadə edirsə, neftə keçmək istəyirsə, nə qədər neft lazım olar? Müəssisənin illik enerji tələbatı 30 ton daş kömürdür. Neftlə əvəz etsək, nə qədər neft lazım olar? Təbii ki, belə olanda nə edirik? Verilən rəqəmi vururuq öz əmsalına, daş kömürün əmsalına, yəni 1-ə, bölürük soruşulan əmsalına, yəni neftin əmsalına. 1,5-ə, bu da eləyər 20. Çox qısa yolla həll edə bilərsiniz. Bu tip suallar da MİQə-də düşüb, abituriyent imtahanlarında da istifadə edilir. Bir də var elektroenergetika. Onu da iki yerə bölürük. Ənənəvi və yeni sahələr. Ənənəvi sahələr İES-lər, SES-lər, AES-lər aiddir. Yeni sahələrə isə günəş elektrik stansiyası, qabarma çəkinmə, geotermal və küləş enerjiləri aid edilir. Gələk istilik elektrik stansiyalarına. Dünyada istehsal edilən enerjinin 63%-ni İES-lər verir. ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan və Almaniya kimi ölkələrdə İES-lər üstünlük təşkil edir. Sonra SES-lər ümumi enerjinin 20%-ni verir. Əsasən dağ çaylarında meyilliyi çox, düşməli çox olan çaylarda çaylar üzərində qurulur və dünyada istehsal edilən enerjinin 20%-ni verir. Kanada, ABŞ, Braziliya, Rusiya, Çin, Efiopiya və Almaniya kimi dövlətlər fərqlənir. Dünyada istehsal edilən enerjinin 17%-ni isə AES-lər verir. AES-lər əsasən tikintisi baha başa gəlir, lakin alınan enerjinin maya dəyəri daha ucuzdur. Bu xüsusiyyətinə görə biz onu su anbarları ilə müqayisə edə bilərik. Yəni SES-lərlə daha doğrusu. SES-lər və AES-lərin ortaq cəhəti tikintisi baha başa gəlir, amma alınan enerjinin maya dəyəri daha ucuzdur. Düzdür, üstün tərəfləri çoxdur. Üstün tərəfləri odur ki, xam malı, torium və uran yataqları zəngindir. İstehsal edilən enerjinin maya dəyəri ucuz başa gəlir, amma mənfi cəhəti odur ki, hər hansısa bir qəza baş verərsə qarşısı alınmazdır və ərazini kollaps vəziyyətinə gətirəcək.
Məsələn, Çernobıl qəzası Ukraynada, sonra Yaponiyada Fukushima bir ayəsində baş verən qəza bura misal ola bilər. Sonra burada əsas su anbarları, əsas və yerləşdiyi çaylar və yerləşdiyi ölkələri qeyd edilib. Videonu dayandırıb mütləq şəkildə bunları təkrar edin. Bunlar da lazım olacaq. Sonra bunlar isə yəni su anbarlarının da təhlükəli olan tərəflərindən biri də anbarların dağılmasıdır və dünyada müxtəlif vaxtlarda, müxtəlif ölkələrdə belə hadisələr baş verib. Orada da dağılan bəndlərin adı qeyd olunub və ölkələr üzrə öyrənmək lazımdır. Sonra keçək, alternativ enerji mənbələrindən biri qabarma çəkinmədir. Qabarma çəkinmə ən çox istifadə edilir. Deməli, Böyük Britaniya, Fransa, Kanada, Çin, ABŞ, Hindistan kimi ölkələrdə 2 dəfə gün ərzində qabarma, 2 dəfə çəkinmə baş verir. Ümumilikdə 4 dəfə baş verir və ayın və qismən də günəşin təsiri ilə baş verir. Külək elektrik stansiyaları isə ən çox Danimarka və Niderlandın enerji balansında əsas yeri tutur və elə bir ərazidə qurulmalıdır ki, orada küləyin orta illik sürəti 4,5 saniyə metr bölünmüş saniyə olmalıdır. Və Danimarka və Niderlandın enerji balansında əsas yeri tutur ifadəsini yadda saxlamaq lazımdır. Ivanpa Solar günəş elektrik stansiyasıdır. ABŞ-da Kaliforniyada yerləşir. Bundan başqa Star, Topaz, Sunlight Farm kimi ABŞ-da Kaliforniya ştatında günəş elektrik stansiyaları mövcuddur. Bu da günəş enerjisinin yer səthində paylanması xəritəsidir. Bu da Azərbaycanın külək enerjisindən istifadə edilməsi potensialının böyük olduğu ərazilərdir. Abşeron, Ceylançol, Asnohor, vulkanik yayla, Murov silsiləsi, Şahdağ silsiləsi, Sədərək qalxması və Zəngəzur silsiləsi daha çox fərqlənir. Sonra bioyanacağın növləri var. Bioyanacağın maye növləri var. Bura aiddir. Etanol, metanol və biodizel bura aiddir ki, bioetanolun istehsalının əsas hissəsi ABŞ və Kanadanın payına düşdüyünü yadda saxlayın. Sonra bioyanacağın qaz növü var. Buna biogaz da deyilir. Əsasən heyvanların çürümüş meyvə-tərəvəz qalıqları və kanalizasiya tullantılarından əldə edilir. Bir də bioyanacağın 5 növü var. O da qranula adlanır. Bioqazdan ən çox istifadə edən ölkə yenə də Danimarkadır. Danimarkanın küləyə görə də fərqləndirmişdir. Bioqaz istehsal edən iri həcmli qurğuların sayına görə isə Almaniya fərqlənir. Bioqazdan yalnız inkişaf etmiş ölkələr yox, inkişaf etməkdə olan ölkələr də istifadə edir. Çin, Hindistan, Vyetnam, Nepal bura misaldır. Bax, bu bioqazın istifadəsidir. Buradan tullantılar yığılır, gəlir bu hissədə qalır müəyyən müddət və orada qazlaşma gedir, sonra isə evlərə çəkilir. Kimya sənayesi. Kimya sənayesi əsasən ötən əsrin 70-ci illərdə sürətlə inkişaf etməyə başladı. Bunun inkişafının əsas səbəbi neftə baş verən kəskin qiymət artımı idi və müsbət tərəfi ondan ibarətdir ki, təbii məhsulları əvəz edir və xammal bazası tükənmir, xammal bazası çoxdur. Mənfi tərəfi odur ki, ətraf mühiti çirkləndirir. Polimerlər və üzvə sintez kimyası neftin daha çox olduğu ərazilərə meyl edir. İran körfəzi, Şimali Afrika, Meksika, Venezuela, Çin, Hindistan və s. Sahələri var. Mədən kimyası, kükürt, fosforit, apatit hasilatı, əsas kimya turşlar, duzlar, mineral gübrələr aiddir. Üzvə sintez kimyasına plastik kütlə və spirt aiddir. Polimerlər kimyasına süni və sintetik materiallar, kimyəvi lift aiddir. Məişət kimyasına əzaçılıq, məişət kimyası, ətriyat kimyası və s. aiddir. Maşın qayırma. Orada çalışan işçilərin sayına görə və dünyada istehsal edilən məhsulların dəyərinə görə digər sənaye sahələri içərisində birincidir. Əsas inkişaf etmiş ölkələr üçün xarakterikdir, amma son dövrlər inkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna daxil olan Çin, Hindistan, Braziliya, Meksika və yeni sənaye ölkələr qrupuna daxil olan Argentina bu sahədə fərqlənir. Metallurgiya. Metallurgiya son dövrlər ekoloji təcavüz siyasəti ilə inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələr ərazisinə köçürülmüşdür və metallurgiyanın tərkibinə baxacaqsınız. Dəmir, filiz, daş, kömür, manqan, xrom və bentonit kili bura aiddir. Qara metallurgiyanın istehsal mərhələləri kombinləşməyə aiddir. Bu polad istehsalına görə fərqlənən ölkələrdir.
metallurgiya rayonları və böyük metallurgiya mərkəzlərinin xəritəsidir. Əlvan metallurgiyanı da biz bölürük. Yüngül əlvan, ağır əlvan, çətin əlvan, nadir əlvan və bahalı əlvan. Bunların növlərinə fikir verərsiniz. Sonra buradan baxırıq, biz əsasən yüngül əlvan metallar var, ağır əlvan metallar var. Qalay, mis, sink, qurğuşun dördü ağır əlvan metaldır və ağır əlvan metallar xambal mənbələrinə meyl edir. Titan, maqnezium, alüminium isə yüngül əlvan metallardır. Bunlar enerji mənbələrinə meyl edir. Alüminium xammallar boksit, nefelin, aluminit olacaq. Bu da daş kömür ehtiyatlarına görə fərqlənən ölkələrdir. Burada xəritədə xüsusi qeyd edib dayandırıb baxa bilərsiniz. Sonra alüminium ixrac edən ölkələr var. Alüminium xam malı ixrac edirlər ancaq boksit hasilatı. Bəzi ölkələr var ki, xam malı yoxdur, amma alüminium istehsal edir. Gətirmə xam malı əsasən, yəni idxal xam malı əsasən. Bunlar inkişaf etmiş ölkələrdir, enerjisi bol olan ölkələrdir. Bir də yerli xam mal əsasında alüminium istehsal edən ölkələrdir ki, onların həm təbii ehtiyatı var, həm də enerjisi var, pulu var, o enerjini əldə edir və alüminium istehsal edir. Çin, Fransa, Macaristan, Avstraliya, Braziliya, Rusiya bura aiddir. Mis yataqlarını əsasən bilirsiniz ki, Ant dağlarındadır və mis tərkibi kasıbdır, ona görə xammala meyl edir. 1 ton mis suxurları çıxarılarkən 5-10 kiloqram mis əldə etmək mümkündür. Alüminiumda isə bu 40% təşkil edir. Sonra yüngül sənaye ucuz xam mal və ucuz işçi qüvvəsi ilə əlaqədar olaraq inkişaf etməkdə olan ölkələrə meyl edir. Toxuculuq, tikiş, xəzləri sahələri var. Bu gördüyünüz şinşiladı dünyanın ən bahalı xəzlərisinə malikdir. Bu şinşila dərisi əsasən Argentinada olan canlılardır. Bu da onun xəzlərisi. Sonra yeyinti sənayesinə aiddir. Çörək bişirmə, makaron, şirniyyat, un yutmə, şərabçılıq, alkohol içkilər, ət məhsulları, tütün məhsulları, bax unutmayın tütün məhsullarını, süd, pendirin istehsalı, konserv sənayesi yeyinti sənayesinə aiddir. Burada da diqqət yetirin ki, qalay və mis, sink, qurğuşun ağır əlvan metallardır və bunlara sərf olunan yanacaq fərqlidir. Qurğuşun və sinkdə istifadə olunan yanacağın miqdarı mis və qalaya nisbətən daha çox olacaq. İzahımız bura qədərdir. Düşünürəm ki, faydalı oldu.